Sərginin açılış mərasimində çıxış edənlər sabahın dahi rəssamı ola biləcək uşaqlara uğurlar arzuladılar. Bir sayılı İncəsənət Məktəbinin müəllimi Fazil Həmidov Azərbaycanda istedadlı uşaqların üzünə qapıların həmişə açıq olmasının vacibliyini, belə sərgilərin balaca rəssamlar üçün sınaq meydanı olduğunu xatırlatdı. Mən çox döymədiyim qapılar qalmadı. Bir çox təşkilatlara getdim və nəhayət mən Britaniya sərhədinə getdim və öz arzuma müvəffəq oldum. Və Keti xanıma buna ayrıca öz təşəkkürümü bildirmək istəyirəm. Xanım Keti Ferrar uşaqlara diplomlar təqdim etməklə yanaşı, həm də Böyük Britaniya Sərhədinin Respublikan balaca sakinlərinə elm və təhsil, eləcə də mədəniyyət sayəsində gələcəkdə də əlindən gələn kömək əsirgəməyəcəyini bildirdi. Şənbə gününün bu saatı olan xəbərlərini idman yenilikləri və hava haqqında məlumatla başa vuracaq. Salamat qalın. Mayın 8-dək burada bir nömrəli İncəsənət Məktəbi şagirdlərinin 40-dək əl işi nümayiş etdiriləcək. Yaşları 7-dən 15-ə qədər olan şagirdlərin rəsm işləri Azərbaycan mövzusundadır. Bundan əvvəl bir nömrəli İncəsənət Məktəbinin 2 sərgisi təşkil olunub. Qeyd etdiyimiz sonuncu sərgi Azərbaycanda fəaliyyət göstərən Britaniya Şurasının sponsorluğu ilə keçirilir. Bu qurumun əməkdaşı Keti Ferrarın sözlərinə görə, sərginin nəticələrinə əsasən ən ümidverici uşaqların təhsilini Britaniya İncəsənət Məktəblərində davam etdirməsi istisna olunmur. Rəssamlıq sənətində kövrək addımlarını atan uşaqların müəllimi isə Fazil Həmidovdur. Azərbaycan uşaq perspektivini qiymətləndirmək istəyirsinizsə, hər gün saat 12-dən 18-ədək Qala Qalereyasına baş çəkmək imkanınız var.